Bu çox maraqlı bir sualdır. Birlikdə qızıl, təklikdə sıfır ifadəsi, enerji uyğunluğu və maddi rezonans baxımından çox güclü mənaya malikdir. Gəlin baxaq, hansı bürclə birləşəndə pul axını artır, amma ayrılıqda bu təsir sıfırlanır. Qoç, pul axınını gücləndirən bürc. Oğlaq, qoçun cəsarətini, oğlağın strateji planı ilə birləşdirəndə möcüzə yaranır. Dürtüsəllik səbəbindən qazancı tez xərcləyir. Məsləhət, qərarlarını planlı insanlarla bölüş. Buğa, pul axınını gücləndirən bürc. Qız, hər ikisi praktikdir. Birgə işdə sabit gəlir və davamlı artım olur. Təklikdə, risklərdən qaçdığı üçün qazanc yavaşlayır. Məsləhət, hesablamaları qız bürcü ilə apar, nəticə qızıl olacaq. Əkizlər, pul axınını gücləndirən bürc. Tərəzi, hər iki bürc ünsiyyət və estetikada gücüdür. Birlikdə biznesdə parlayırlar. Təklikdə, diqqət dağınıqlığı gəlir axınını azaldır. Məsləhət fikirlərini paylaş, tək plan qurma. Xərçəng, pul axınını gücləndirən bürc. Balıq, hiss və intuisiya birləşəndə pul sanki axır. Təklikdə qorxular bərəkəti bloklayır. Məsləhət qəlbini aç, duyğularla işləyənlə ortaq ol. Şir, pul axınını gücləndirən bürc. Əqrəb, güc və ehtiras birləşəndə böyük layihələr yaranır. Təklikdə egosu bəzən qazancı önləyir. Məsləhət güclü, sirli insanlarla birləş, onlar sənin qızıl kodundur. Qız, pul axınını gücləndirən bürc. Buğa real plan və səbirli əmək birləşəndə bərəkət artır. Təklikdə təfərrüatçılıq qazancı yavaşladır. Məsləhət, əməkdaşlıqdan çəkinmə. Tərəzi, pul axınını gücləndirən bürc. Əkizlər, ideyalar və əlaqələr birləşəndə pul dalğası yaranır. Təklikdə qərarsızlıq uduzdurur. Məsləhət, fikrini bölüş, özünə partnyor bürc tap. Əqrəb, pul axınını gücləndirən bürc. Şir, birlikdə sərvət yaradan güc. Təklikdə daxili gərginlik blok yaradır. Məsləhət, güvəndiyin liderlə ortaq ol. Oxatan, pul axınını gücləndirən bürc. Qoç, macəra və hərəkət enerjisi birləşəndə gəlir sürətlə artır. Təklikdə dəqiq fokus çatışmır. Məsləhət, planı olan qoçla birləş, taleyin dönəcək. Oğlaq, pul axını güclənən bürc. Buğa, hər ikisi maddi sabitliyi sevir. Birləşəndə bərəkət qalıcı olur. Təklikdə həddən artıq məsuliyyət stres yaradır. Məsləhət, dəstəkləyici ortaq seç. Dolça, pul axınını gücləndirən bürc. Əkizlər, texnologiya və ideya sinerjisi pul gətirir. Tək planlaşdırma zəifdir. Yaradıcı tərəfdaşla işləmək bərəkət açar. Balıq, pul axınını gücləndirən bürc. Xərçəng, duyğu, inam və ilahi qoruma birləşir. Həddən artıq xəyalçılıq maddiyatı uzaqlaşdırır. Məsləhət hiss edən, amma real